ədədlər 1000-ə qədər 3 rəqəmli ədədlər mövzusuna baxırıq. Səhifə 10-da olan, 10-11-də olan tapşırıqlara baxacağıq. Araşdırma, müzakirə. Burada nə deyir? Səbinənin atası qiyməti 579 manat olan televizor aldı. O televizorun qiymətini neçə 100, neçə 10, neçə 1 manatlıqlarla ödəyə bilər. 579 manata alıbsa, 579 manata alıbsa, 5 dənə 100, 5 dənə 100, 7 dənə 10 və 9 dənə 1 manat ödəməlidir. 1 manat. İndi gəlin baxaq öyrənməyə. Ədədlərin yazılışında rəqəmlərin yeri, mərtəbələri bildirilir. Belə ki, 3 rəqəmli ədədlərdə sağdan birinci rəqəm təhliklər, ikinci rəqəm onluqlar, üçüncü rəqəm yüzlüklər mərtəbəsində yerləşir. Həmin rəqəmlər uyğun mərtəbədə neçə vahid olduğunu, yəni mərtəbə vahidlərinin sayını göstərir. Yüzlüklər mərtəbəsinin vahidi 100, onluqlar mərtəbəsinin vahidi 10, təhlər mərtəbəsinin vahidi isə 1-dir. Bəli, mərtəbə vahidlərinin sayı da, məsələn, yüzlüklərdə 546 üçün 5-dir, onluqlarda mərtəbə vahidlərinin sayı 4-dür, təhliklərdə isə mərtəbə vahidlərinin sayı 6-dır. İndi gəlin baxaq, bələdçi də nə deyir? Yüzlüklər 3 dənə, onluqlar 1 dənə, təhliklər 5 dənədir. Kubların sayını deyir, müəyyən edin, mərtəbə vahidlərinin sayını mərtəbə cədvəlində yazın. Bax, bayaqki cədvəl kimi istəyir uşaqlar. Məsələn, əgər bunun üzərində yazmaq istəsək, gəlin belə eləyək. Bunları pozaq və ya məncə elə qırmızı ilə yazsaq, bir baxaq. Belə pozmaq olur. Yəni elə bu cədvəlin eynisindən siz də qurursunuz. İndi mən hazır cədvəl üzərində yazacağam. A üçün qurursunuz. A-da baxaq görək neçə dənə yüzlük var. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə yüzlük var. Təhlik, onluq yoxdur, təhlik var. 5 dənə. Onluq sıfırdır, təhlik 5 dənədir. Bu şəkildə. Gördünüzmü? İndi bunu nə edəcəyik? Bu oldu 705 A üçün. İndi biz B üçün yazacağıq. B üçün isə yazanda 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə yüzlük, 3 dənə onluq və 3 dənə təhlik. 733 B-dədir. Sonra C üçün yazmaq istəsək 1, 2, 3, 4, 5. 5 dənə onluq, 5 dənə yüzlük, 5 dənə yüzlük, 1 dənə onluq və 1 dənə təhlik var. Yəni 511. İndi keçək tapşırıqlara. Səhifə 11-də verilmiş ədədlərdən uyğun olanları seçin. Yüzlüklər mərtəbəsində 4 rəqəmi verilmişdir. A üçün uyğun olan, bax bu A-ya uyğundur. Bu da A-ya yazarsınız. Yəni belə A-nın qarşısına 418, 463. Sonra bu da A-ya uyğundur. Sonra onluqlar mərtəbəsində 6 rəqəmi olan. Onluqlar mərtəbəsində 6 rəqəm olan B-yə də uyğundur. Yəni 463 qarşısından yaza davam edəsiniz. Onluqlarda A olan bu da B-yə uyğundur. Bu da B-yə uyğundur. Təhliklər mərtəbəsində 3 rəqəm olan. Bu həm də C-yə də uyğundur. Yəni ümumi bunların üçünə də uyğun istəsə 463 uyğundur. Ümumi istəsə. Amma tək-tək C 463, 853 belə davam edəsiniz. 853 sonra davam siz edirsiniz. C-yə uyğundur 973, 113 və 3. Bunlar da C-yə uyğundur. Verilmiş ədədlərdən 7 rəqəmi hansı mərtəbədə yerləşir? 7 rəqəmi baxın. Burada onluqda yerləşir. Bunu yazırsınız belə. Qarşısına yazırsınız onluqda. Bu şəkildə. Onluqda. 107-də harda yerləşir? Təhlikdə. Yəni təklik mərtəbəsində.
Təklikdə, təklik mərtəbəsində tam yazmaq istəsəz. Təklikdə. Sonra davam edirik. 107-də təklikdə. 7-nin özündə təklik mərtəbəsində. Təklik mərtəbəsində. Sonra eyni qayda 573-də onluq mərtəbəsində, 79-da, 957 yazırsınız təklik mərtəbəsində, 785-də yazırsınız yüzlük mərtəbəsində, 70-də onluq mərtəbəsində, 700-də yüzlük mərtəbəsində, 760-da yüzlük mərtəbəsində, 799-da yüzlük mərtəbəsində, 372-də yüzlük, üzr istəyirəm, onluq, burada onluq, 878-də də onluq mərtəbəsində, 17-də isə təklik mərtəbəsində. Sonra burada görək nə deyir? Ədədlərin yazılışında hər bir rəqəm yazıldığı mərtəbəyə uyğun olaraq mərtəbə qiyməti alır. Məsələn, 546 ədədində 5 rəqəminin mərtəbə qiyməti 500, 4 rəqəminin mərtəbə qiyməti 40, 6 rəqəminin mərtəbə qiyməti isə 6-dır. Mərtəbə qiyməti deyəndə, baxın 546 üçün 546, amma bayaqların mərtəbə vahidi deyilmişdi ha. Mərtəbə vahidindən amma bunlar tək-tək götürülür. Məsələn, yüzlük mərtəbə vahidi deyəndə 5, onluq mərtəbə vahidi deyəndə 4, təklik mərtəbə vahidi deyəndə isə 6 nəzərdə tutulur. İndi 3-də nə deyir? Qırmızı rənglə qeyd olunan rəqəmlərin mərtəbə qiymətini istəyir. Bunu belə yazacağıq. Bunun mərtəbə qiyməti 800. Bunda sadəcə 5. Bunda 500. Burada 0. 800. 90. 10. 8. 700. 60. 70. 200 və 2. Ayrı-ayrı götürürük. Deməli, sonra məsələ həllində nə deyir? 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəmi 8-dir. Mərtəbəsindəki rəqəmi 800-dən başlayır. Onluqlar mərtəbəsindəki vahidlərin sayı 2-dir. 820. Təklər mərtəbəsindəki vahidlərin sayı bundan nədən? Yəqin onluqdan deyir. 3 dəfə çoxdur. 3-ü 2-yə vuranda neçə eləyir? 6. Söhbət 826-dan gedir. 5. Aynurgilin yaşadığı mənzilin nömrəsi 3 rəqəmli ədəddir. Bu ədədin rəqəmləri cəmi 6-dır. 3-ün bir yerdə rəqəmi cəmi 6-dır. Yüzlüklər mərtəbəsindəki rəqəmin qiyməti 300-dür. 6-nın 3-ü getdi, 3-ü qaldı. Onluqlar mərtəbəsindəki rəqəmin qiyməti 20-dir. Deməli, digərdə 3 ilə 2-nin cəmi 5-dir. Digərdə 1 olmalıdır ki, rəqəmləri cəmi 6 olsun. Lalə və 6-da nə deyir? Lalə və Anarın hərəsinin neçə stikeri var? Mənim 500, Samir deyir ki, mənim 530 stikerim var. Lalə deyir, mənim stikerlərim Samir'in stikerlərindən 100 ədəd çoxdur. Lalədə onda 530-dan 100-ü toplamalıyıq ki, Lalədə cavabı alaq. Belə edək də, bir dəqiqə. 530-dan 100-ü toplasaq, 630 Lalədədir. Lalədə 630 stikeri var. Anar nə deyir? Mənim stikerlərim Lalənin stikerlərindən 10 ədəd azdır. Anarda isə bu 630-dan 10 ədəd azdır. 620 stikerdə kimdədir? Anardadır. Lalədə 630, Anarda 620 stiker var. Bu da səhifə 11-in həlləri.